Aha. Demək burada print məsələlərində nə edə bilirsiniz? Print burada printi basandan sonra çap əməliyyatı baş verir, yaxud da ki, ctrl P düyməsini basmaqla bu menu açılır və siz print əməliyyatını yerinə yetirə bilirsiniz və yaxud da faylda dedim ki, printə daxil olmaqla bu menu açılır və siz çap işini yerinə yetirirsiniz. Seçmələrinizi, kateqoriyalarınızı elədikdən sonra bura daxil olursunuz və basdıqdan sonra neçə səhifə istəyirsinizsə, o qədər sizin üçün səhifə əks ediləcək. Gəlin indi nələrə? Bunlar nə üçündür? Kopya. Kopya burada yəni neçə nəfər üçün belə deyim də. Yəni 10 dənə tutaq ki, kitabın 5-ci səhifəsindən 9-cu səhifəsinə qədər çap etmək tələb olunur. Neçə ədəd? Yəni hər səhifədən neçə ədəd? Bu o deməkdir. Bu belə düşünəkdə biz 10 nəfəriksə və yaxud da 4 nəfəriksə, burada çap olacaq 4 və yaxud da 10. Çünki hərəmizə bir dənə istəyirik. Belə başa düşün. Bu printerin növüdür. Buradan seçə bilirsiniz, kompüterə tanıda bilirsiniz. Burada gəlirik print custom range. Print custom range olanda intervallar verilir sizə. Məsələn, 1-dən 6-ya, 8-dən 13-yə, 8-12 və s. Məsəl üçün, print all page burada verib print all page. Print all page verdikdə, yəni nə demək istəyirsə, bütün səhifələri çap edin. Print all page verəndə burada bəzən verə bilir ki, bizə verə bilir ki, event page dedikdə nə nəzərdə tutulacaq? Event page dedikdə cüt səhifələr nəzərdə tutulacaq. Yəni cüt səhifələri çap edin. Odd page dedikdə isə tək səhifələr nəzərdə tutulur. Eventlə odu qarışdırırsınızsa, event 4 rəqəmli ədəd, 4 rəqəmli, daha doğrusu 4 hərfli sözdür deyə. 4 də cüt ədəddir, cütlə yadınızda saxlaya bilərsiniz. Odd məsəl üçün 3 hərfdən ibarətdir, 3 tək ədəddir. Bu cür yadınızda saxlaya bilərsiniz ki, odd tək səhifələri istəyir, event isə cüt səhifələri çap edir. Məsəl üçün, mən burada kitabım mənim 50 səhifədən ibarətdirsə, burada odd page yazarsa, 1-dən 50-yə qədər səhifələrdə 25 dənə cüt var, 25 dənə tək var. Amma ki, mənə 51 ədəd verdikdə, tək səhifə istədikdə 51-in içərisində 25 ədəd cüt var, 26 ədəd tək rəqəm var. Yəni tək səhifələri çap edəcəksiniz. Aydın oldu mu? Bir də current page var. Bu cür yazılır. Bu cari, yəni c ikincisində yadınızda saxlaya bilərsiniz. Cari səhifənin çap edilməsi nəzərdə tutulur. Cari səhifə dediyim nə nəzərdə tutulur? Yəni hal-hazırki səhifə. Kitabın sənin milyon səhifəlikdir, 100 səhifəlikdir, 40 səhifəlikdir. Fərqi yoxdur. Current page deyirsə, sən hal-hazırda məsəl üçün də kitabı redaktə eləyirsən, 6-cı səhifədəsən. Ctrl P elədin, current page elədin də, düzdürmü? Hal-hazırda 6-cı səhifəni çapa göndərəcək sənin üçün. Başa düşdünüz? Burada tələblər, buradakı tələblər çox olacaq. Belə eləyin, belə eləyin, belə eləyin. Amma bir dənə burada yazılıb current page, demə bir dənə səhifə çap edəcəksən. Yəni məntiqi budur. Demək, bunu da qeyd elədik sizə. Demək, print all page düşə bilir, bütün səhifələr. All page-in də düşə bilir event və yaxud da ki, odd page. Bu, cüt və yaxud da tək səhifəni çap etmək nəzərdə tutulur. Custom range dedikdə interval nəzərdə tutulur. Current page dedikdə isə nə nəzərdə tutulacaq? Cari səhifə nəzərdə tutulacaq. Bəs bu custom range-də nələr baş verir? 1-6 veribsə, yəni 1-dən 6-ya qədər. Düzdür, burada 1-dən 6-ya qədər 6 səhifə olduğunu görürsən. 6 burada, 8 bir dənə səhifədir, elədi, 7, 12 də bir dənə səhifədir. Yəni burada neçə səhifə çap olunacaq? 8 səhifə. Düzdürmü? Amma sizə belə bir şey verə bilər. 7-13, nə bilim 16-24, məsələn 30, 35. Deyər burada neçədən səhifə çap olunacaq ki, kitabın? Burada 7-ci səhifədə çap olunur, 13-cü səhifədə çap olunur. Mən balaca ədədlər olduğuna görə barmaqla saya bilərəm. 7, 8, 9, 10, 11, 12, 13 deyə bilərəm. Daha böyük ədəd olsa necə eləyə bilərəm? Onun üçün bunun qaydası necədir? Götürürsünüz bundan 13-dən, çıxırsan 7-nin üstünə gəlsən 1-i. Çünki 7-nin özündən biz çapa gedəcək axı. 13-dən 7-nin çıxıb üstünə 1 gələndə 6 edir 7. 7 səhifə buradan çapa gedib. Baxın, 24-dən çıxıram 16-nı, üstünə gəlirəm 1-i. 9 səhifə buradan çapa gedib. Sonra isə 9 səhifə də buradan olduğu
30 səhifə, 30-cu səhifə, bir də 35-ci səhifə. Nə qədər oldu? 7 üstə gəlinsin, 9 üstə gəlinsin, 1 üstə gəlinsin, 1. Neçə elədi? 18 səhifə çapa getmiş olacaq. Yəni bizdən çapa gedəcək səhifələrini soruşdu yəni. Sonra isə gəlirik print one side, print both side. One side nə deməkdir? Bəzən biz sənədlərimizdə biz arayış falan aldıqda xəstəxanadan bizim indi sənədlərinizi düzəldəndə görəcəksiniz. Bir üzündə var, o biri üzündə yoxdur. Bu bir üzlüdür. Yəni sənədin bütün, məsəl üçün 5-ci səhifənin, 6-cı səhifənin 7 hərəsi ayrı-ayrı səhifələrdədir. Both side isə bizim elə kitablarımızı nəzərdə tutun. Both side'dur, size'dır. Yəni sahibdir. Nədir? İki üzlüdür. O üzündə də var, bu üzündə də var. Yəni kitab nəzərdə tutacaqsınız. Sonra isə collected var, bir də uncollected var. Collected bir də bunun önünə un əlavə edilir, uncollected var. Klikləyəndə burada görəcəksiniz. Demək collected nədir? Tutaq ki biz burada 3 nəfərik, düzdürmü? 3 nəfərik. Biz 3 nəfər olanda birdən 4-cü səhifəyə qədər kitabı çapa vermək istəyirəm. Collected olanda nə edir? Gedir, 1-ci, 2-ci, 3-cü, 4-cü səhifəni çapa verdi. Bir nəfərin çapa hazırdır. Gedir, sonra yenə 1-ci, 2-ci, 3-cü, 4-cü səhifəni çapa verdi. İkinci adamın da çapa hazırdır. Sonra 1-ci, 2-ci, 3-cü, 4-cü səhifəni çapa verdi. 3-cü adam hazırdır. Yəni bir dənə çap işini bitirib qutarır, sonra isə o birinə keçir. Amma uncollected-də nə edir? Yəni burada belə deyim də, kimsə tələsirsə, məsəl üçün belə deyək də, onun işi tez həll eləyir, yola salır, növbətiyə keçir. Yəni bir dənə kitabı hazır eləyir. Hazırdır bu kitab. Okay, sonra keçir ikinciyə. Amma ki uncollected-də nə edir? Hamınızı məşğul eləyir, gözlədir sizi. Deyir hamınız bir nəfər kimi gözləyin. Uncollected-də nə olur? Tutaq ki biz 3 nəfərik. 4 dənə səhifədir, düzdürmü? Əvvəlcə birlər çıxır, 3 dənə bir çıxır. Çünki hərəmizə hər səhifədən bir dənə lazımdır axı. Əvvəlcə birlər çıxır. Birlər çıxdıqdan sonra başlayır nələr çıxmağa? Sonra başlayır ikilər çıxır. İkilər çıxdı, qutardı, sonra nələr başlayacaq? Sonra başlayacaq üçlər çıxmağa. Üçlər də bitib qutarandan sonra neçələr başlayacaq çıxmağa? Sonra da başlayacaq dördlər çıxmağa. Yəni bu formada həyata keçirilir. Məsələ budur. Daha sonra isə bu orientasiya, yəni landscape, yəni portret formasında olsun, yəni album formasında olsun. Bu letter ölçüsüdür, custom margins onun kənar xətləridir. Bizə bir də var burada per sheet. 1, 2, 4, 6, 8, 16. Yəni bir səhifə, bir A4 kağızına kağız çıxanda neçə dənə səhifə yerləşsin? Bu o deməkdir. Maksimum 16 dənə ola bilər. 6 per sheet verib burada. Məsələn, burada 4 per sheet verib. Bu nə deməkdir 6 per sheet? Yəni sənin kitabın tutaq ki 8 səhifə çapa getməlidir də. 1-dən 8-ci səhifəyə qədər çapa getməlidir. Sənin götürür nə edir? 6 dənə yerləşdirə bilirlər bir dənə A4-ə. Götürür 1-dən 6 dənəsin. 1-dən 6 dənəsin. Yerləşdirir bura. Bu cürə. 2 səhifən qaldı axı. 2 səhifəni də bura yerləşdirir. Yəni sənin PDF-ində olan 8 səhifəli məlumatı sən çıxartmaq istəyəndə bu cür çıxardırsan. Səhifələr burada balaca verilir. Maksimum 16 dənə yerləşdirə bilirsən. Gəlir indi məsələni eləmək ardıcıllığına. Məsələni ardıcıllığın edərkən nə edirik? Ən birinci başlayırıq səhifələrin sayını təyin etməyə. Səhifələrin sayını təyin etdikdə nə edəcəyik? Birinci buraya yanaşacağıq. Sonra tez gedəcəyik buradakı işimizi həll edəcəyik. Sonra gələcəyik burada one side işimizi həll edəcəyik. Ən son kopya işini həll edəcəyik. İndi tapşırığın üzərində bunu həyata keçirdək. Görək necə baş verir bu? Hadisə necə olur?